May ayının 24-də Maya restoranında Evento şirkətlər qrupunun və Beynəlxalq Qaleriyanın birgə təşkilatçılığı ilə Hindistan və Azərbaycan arasında Mədəni Körpülər adlı sərgi təşkil olundu. 28 may müstəqillik gününə həsr olunmuş sərginin layihə rəhbəri Aygün Əzizova idi. Sərgidə ümumilikdə 200 rəssamın əsəri nümayiş olunurdu. Tədbirdə fəxri qonaq olaraq millət vəkili Razi Nurullayev, qızı Nuray Nurullayeva, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abhay Komar və digər səfirlik əməkdaşları iştirak edirdilər. Tədbirin açılış mərasimində Azərbaycan və Hindistanın dövlət himnləri səsləndirildi. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qaleriyanın direktoru Elnura İskəndərova qeyd edib ki, bu möhtəşəm tədbir iki ölkənin zəngin mədəniyyətini, incəsənətini və ortaq dəyərlərini dünyaya tanıtmaq məqsədi daşıyır. Azərbaycan və Hindistan qədim sivilizasiyaların beşiyi olmuş, zəngin irsə sahib ölkələrdir. Musiqidə, rəqsdə, ədəbiyyatda və memarlıqda ortaq məqamlar bugün də xalqlarımızı bir-birinə yaxınlaşdırır. Azərbaycanın muğamı ilə Hindistanın raqa musiqisi, xalçaçılıq sənətimizlə Hindistanın ipək və toxuculuq ənənələri, həmçinin poeziyada dərin fəlsəfi düşüncələr hər iki mədəniyyətin bir-birini tamamladığını göstərir. Bu sərgi də məhz bu ortaq dəyərlərin bir körpü kimi xalqlarımızı birləşdirdiyini sübut edir. Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abhay Komar çıxışında iki xalq arasında minilliklər boyu davam edən əlaqələrin, tarixi Atəşgah məbədində və Azərbaycanda Hind filmlərinin, musiqisinin, mətbəxinin və yoqanın getdikcə artan populyarlığında əks olunan zəngin mədəni və mənəvi mübadilələr vasitəsilə daha da gücləndiyini vurğulayıb. Millət vəkili Razi Nurullayev sərginin iki ölkə arasında münasibətlərə gözəl tövhə olduğunu qeyd etdi. Bu sərgi yalnız sənət əsərlərinin nümayişi deyil, həm də iki qədim və zəngin mədəniyyətin bir-birinə hörmətinin, dostluğunun və qarşılıqlı anlaşmasının təntənəsidir. Evento şirkətinin rəhbəri Surjana Chandra bildirib ki, bugün burada Azərbaycan və Hindistan arasında mədəniyyət körpüsünü bir daha möhkəmləndirmək üçün toplaşmışıq. Bu sərgi sadəcə sənət əsərlərinin nümayişi deyil, həm də iki qədim sivilizasiyanın ruhunu bir araya gətirən bir bayramdır. Azərbaycan və Hindistan arasında mədəni əlaqələr sadəcə tarixi fakt deyil, həm də gələcəyə yönəlmiş bir ümid işığıdır. Açılışdan sonra qonaqlar sərgidəki nümayiş olunan əsrarəngiz əsərlərlə tanış oldular. Sərgidə Azərbaycan və Hindistan musiqiləri və rəqsləri ifa olundu. Hindistan mətbəxinin ləziz təamları qonaqlara təqdim olundu. Sonda sərgi iştirakçılarına sertifikatlar təqdim olunub, xatirə fotolar çəkildi. हमारे हमको बने सभी मत वाले